Hissədə isə İtaliya istehsalı olan pərdələrdir və bunlar sifarişlə gəlirlər. Bunlar döşəlik kimi də istifadə etmək olar. Aha, həm döşəyirik, yəni ki, yataq örtüsü kimi də sifariş eləmək istəsəniz tikdirə bilərsiniz. Burada hələ parçalarınızı da alın, istədiyiniz modeldə də tikdirin. Cürbəcür, fərqli modellərdə, həm qış fəslinə uyğun, həm yaz fəslinə, həm yay, həm də payız fəslinə uyğun olaraq burada həm pərdə örtüləri elətdirə bilərsiniz. Yəni sizin öz dizaynınıza uyğun olaraq tikilib sizlərə təhvil verilir. Bu da gözəldir. Bunları ofislərdə falan istifadə olunur. Ofislərdə istifadə etmək olar, evlərdə də. Nə qəşəng belə bağlanır. Günlük kimi də məncə istifadə olunur. Bəli, Bu günlük kimi. hansıdır, budur? Bəli, bəli, budur. Aha, bunların rəngləri də var, belə katalog şəklindədir. Hər rəngi mövcuddur. Evlərdə də istifadə oluna bilər, günlük kimi. Ofislərdə də tərcih olunur. Modellər də fərqlidir. Üst taxta kimidir, bəlkə də Bəli, bəli, materialı. taxtadır. Biri mən o vaxt birilərini görmüşdüm, belə əyilir, Bəli, onlardan bu da onlardan gəlmir. keyfiyyətlidir. Yoxdur onlardan. Bu plisaj alüzdür, pəncərənin şüşəsinin üzərinə vurulur. Aha. Budur, hə? Bəli, bəli. Ay, sağ olun, aydındır. Burada fərqli formada olan karnizlər mövcuddur, klassik karnizlərdir. Baxın, belə saçaqları özləri yığırlar, istədiyiniz rəng, və bu başlığa uyğun olaraq belə bir saçaqlar da hazırlayırlar. Bunların qiymətləri hər biri fərqlidir yəqin ki, düzdürmü? Belə formalarda da var, fərqli dizaynlardadır hər biri. Belələri də var, bu cür də var. Yəni burada pərdəyə dair olan aksesuarlar da mövcuddur. Elegant pərdə evində pərdələrə zəmanət verilir. Özdə 5 il müddətində mexanizmalara, 3 il müddətində isə belə pərdələrə. Yəni nəyinə zəmanət verilir? Qoy deyim sizlərə. Kifliylənməsidir, rənginin getməsidir. Hətta elegant pərdədən pərdə aldığınız təqdirdə onların yuyulmasına Bəli, bəli. Pərdə yuma xidməti var. xidmətini elegant pərdə evi icra edir.